tələbəmiz Xızrıdan, bir də müəllim partnyorumuz Xızrı tərəfinə bir keçid eləyək. Burada müəllimlikdə məncə bir neçə istiqamət var. Birinci istəyirəm AP-dən danışaq. AP Computer Science-dan bu il bir neçə tələbəmizi hazırlaşdırdın, nəticələr var. Və istəyirəm o təcrübədən danışaq ki, ümumiyyətlə onun kontenti, təxminən hazırlıq, belə deyək, yanaşması, nəyə faydası var, necə faydası var? Biraz o haqqda danışardım. Deyim, əslində AP imtahanları bilirik ki, fərqli yəni fənlər üzrə AP imtahanı verə bilir uşaqlar, xüsusən də İngiltərədə və Avropada oxumaq istəyən uşaqlar bunu verirlər. İnformatikadan, yəni informatika ilə əlaqəli, məsələn, computer science, computer engineering kimi bu tip yəni ixtisaslara müraciət edən uşaqlar AP Computer Science A və AP Computer Science Principles adında 2 dənə AP dərsi var. Bu ikisindən birinə müraciət edə bilirlər. Yəni bu ikisindən birinə hazırlaşıb həmin imtahanı verə bilirlər. Bizim halımızda mən keçən ilin əvvəlindən başlayaraq RUF-da AP Computer Science A dərsini tədris etməyə başladım və belə deyim, yəni ilk öncə AP Computer Science Principles-ın Computer Science A arasındakı fərqi izah etməyə çalışacağam. Fərq bundan ibarətdir ki, hər ikisi də əslində proqramlaşma yönümlüdür və proqramlaşmanı izah etməyə çalışır bizə. Yəni proqramlaşma ilə əlaqəlidir, amma Principles adından da göründüyü kimi daha çox, yəni kompüter elmlərinin prinsipləri haqqındadır və bu daha böyük range əhatə eləyir. Və hər şeydən birazdır bir növ. Nə bilim, müəyyən bir proqramlaşmadan biraz, psevdokoddan biraz, internetdən biraz, nə bilim, hər şeydən, yəni ümumi anlayışlar və bu adi informatika dərsliyində öyrənilmiş məlumatlarla əlaqəlidir əslində. Amma AP Computer Science A biraz fərqlidir. AP Computer Science A, yəni Principles daha çox nəzəridir, amma A daha çox praktikidir. Yəni bunların arasındakı fərq bundan ibarətdir. Praktiki nə mənada praktiki? Yəni artıq AP Computer Science A-də konkret olaraq uşaq kodla işləyir. Yəni sizə məsələ yəni AP Computer Science A-in 2 dənə belə deyim hissəsi var. Birinci hissədə sizə 40 dənə az öncə qeyd etdiyim psevdokod haqqında danışmışdıq biz. Bəzi psevdokodlar verilir və həmin psevdokodun nəticəsində sizin yəni həmin kodun nəticəsində nə ekrana çıxışa veriləcək tipli suallar olur daha çox birinci hissəsində və bu nisbətən əslində daha asan olan hissəsidir məncə. Yəni adi məsələn kod öyrənən adam rahat kodu əgər başa düşə bilirsə, həmin kodun nəticəsində də nəyi ekrana çıxışa verəcəyini başa düşmək, yəni yazmaq olur. Orada 40 sualdan məncə bir 25-30 dənə sualı cavablandırmaq çox da çətin deyil. Düzdür, artıq 40-a 40 və ya da 40-a 35-dən yuxarı yazmaq istəyirsə artıq praktika çox önəmlidir. Amma yəni yaxşı bir coding bacarığı olan adam hazırlaşmadan da gedib məncə 25-dən yuxarı yaza bilər deyə düşünürəm. Bir də bunun ikinci hissəsi var. İkinci hissədə artıq bizə 4 dənə algoritmik məsələ verilir və həmin məsələlərin nəticəsində biz həmin məsələni həll eləyəcək kod yazmalıyıq. Az öncə qeyd elədim ki, olimpiadalarda bizdən C++ və Python proqramlaşma dillərindən istifadə olunur. Bu arada bu iki dilin fərqi və olimpiadada bunların hansı haqqında daha sonra məncə danışsaq yaxşı olar. İndi yadımdaykən qeyd eləyirəm. Amma bu AP Computer Science A-də Java-dır. Yəni Java proqramlaşma dilini öyrənmək lazımdır və yəni bizim də kodu Java proqramlaşma dilində yazmağımız lazımdır. 4 dənə verilən məsələ əslində yəni olimpiyadadan qat-qat asan məsələlərdir. Sadəcə olaraq yəni implementation, yəni kodu tətbiq etmə bizdən tələb olunur. Belə deyim, çox düşündürücü suallar deyil. Yəni riyazi hissəsi məncə azdır. Yəni çox riyaziyyat tələb eləmir məsələn. Daha çox yəni çox alqoritm, yəni daha çox belə alqoritmi fikirləşib tətbiq etmə yönümlüdür. Yəni bizdən optimizasiya edə bilmirsən. Optimizasiya tələb eləmir. Belə deyim, belə nəsə bir xüsusi trik bizdən istəmir ki, nə bilim belə çaşdırıcı nəsə qoymur. Sadəcə olaraq deyir ki, məsələn, filan şeyin kodunu yaz. Yəni bunu artıq kodu yaza bilib bilmədiyini bir növ uşağın ölçür və məncə kifayət qədər yaxşıdır. Yəni yaxşı bir dərsdir. Yəni həm uşağın özü üçün faydalıdır bu dərsi götürmək, AP dərsini götürmək. Hansı ki bu AP Computer Science A götürdükdən sonra uşağın həm Java-dan anlayış olur, yəni Java-da kod yaza bilir, həm də ki burada alqoritmlərdən anlayış olur və müəyyən alqoritmik tipli məsələləri həll etmək bacarığı artıq formalaşır.
yəni AP Computer Science A bir növ bu tiplə bir imtahandır və Principles'dan fərqi dediyim kimi budur və mən yalnız AP Computer Science A-yi RUF-da tədris edirəm. Bunun da səbəbi ondan ibarətdir ki, olimpiyada, yəni mən özüm olimpiyadaçıyam və A dərs, yəni AP Computer Science A dərsi keçmək mənim üçün çox asandır. Çünki dediyim kimi bir növ olimpiyadanın bir növ daha asan bir versiyasıdır. Düzdür, burada olimpiyadadan fərqləri də var təbii ki, amma yəni adaptasiya olmaq olur da. Olimpiyatçı bir uşaq üçün bu, yəni həm o imtahana girmək və yaxud da həmin imtahanı tədris eləmək məncə, yəni əgər yəni belə müəllimliklə problem yoxdursa, yəni nəyisə izah eləyə bilirsə, çətin bir şey yoxdur. Yəni məncə orada həmin də belə deyim, AP dərsini götürüb tədris eləməklə bağlı. Yəni ona görə mənə rahat olan bir növ A-yi tədris eləmək mənə əsasən, yəni belə həm mən özüm üçün maraqlıdır həmin dərsi öyrətmək. Həm də ki daha çox olimpiyada ilə əlaqəlidir. Principles yəni biraz daha teoridir. Hə, daha teoridir deyə mənə biraz maraqlı gəlmir. Ona görə əgər hazırlaşan bir uşaq varsa da, yəni gərək yəni başqa müəllimlə falan hazırlaşsın yəni. Biz bu il bir neçə nəfərlə 5 aldın. Hə. 3-4 neçə nəfər tələbəmiz oldu? Mənim desə hazırlaşdırdığım 4 nəfər var idi. 4 nəfərdən 3-ü 5 aldı, biri 4 aldı. Yəni nəticə bu şəkildə oldu və əslində 4 alan uşaqdan da 5 gözləyirdim, amma nəsə kritik bir şey baş verib desən nəsə. Məncə həmin günündə olmayıbdı. İnşallah özü də 5 gözləyirdi, niyəsə 4 gəldi. Hə, yəni o inşallah ki özü də toparlayar. Mən istərdim indi Xızır biraz sənin artıq bir təxminən 6-7 illik bəlkə də daha çox olimpiyada təcrübən var. İstərdim biraz elə başdan başlayaq ki, ümumiyyətlə niyə orada 2 option var və oradakı fərq nədir? C++-ın üstünlükləri və ya çətinlikləri, Python-un üstünlükləri, çətinlikləri və bu il Azərsil Kapda elədiyimiz proseslə bağlı artıq danışaq. Python-dan C++-ın fərqi haqqında danışmaq istəyirəm. Adətən məncə indi daha çox adam bunu bilir deyə düşünürəm, çünki biraz olimpiyadalar hal-hazırda daha çox yayılıb. Amma əvvəllər məsələn çox uşaq var idi ki, mənim kimi Python öyrənirdi, sonra gəlirdi olimpiyadaya, görürdü ki, bəs əslində Python-dan yəni olimpiyadada bəlkə medal almaq mümkündür də, amma əgər biz gələcəkdə belə deyim, hədəfi yüksək qoymuşuqsa və biz istəyiriksə ki, təkcə məsələn RFO ilə belə deyim, kifayətlənməyə, gedək beynəlxalqda iştirak eləyək və s. və bu sadəcə Python proqramlaşma dilinin olimpiyadada olması sadəcə bizim təhsil sistemimizdə var. Bunun da səbəbi ondan ibarətdir ki, bizim dərsliklərdə Python proqramlaşma dili öyrədilir və dərslikdə Python var deyə olimpiyadada da ona icazə verirlər. Amma normalda məsələn IUI-də sadəcə olaraq tək dil seçimi var, o da C++-dır və kimsə əgər belə deyim, öncədən artıq hədəfi IUI-dırsa, bu uşağın onsuz da axır əvvəl öyrənməli olduğu proqramlaşma dili C++-dır. Amma bundan əlavə olaraq C++-ın Python-dan daha avantajlı olduğunu düşünürəm. Yəni düşünürəm də belədir. Yəni ən azından olimpiyadada belədir. Yəni təbii ki, hər proqramlaşma dilinin real həyatda tətbiqləri başqadır. Yəni hərəsinin özünün daha yaxşı olduğu sahələri var və s. amma olimpiyadada, yəni bir olimpiyadaçının öyrənməli olduğu ilk dil məncə C++ proqramlaşma dilidir. Düzdür, C++-ı öyrənmək Python öyrənməkdən daha çətindir. Çünki Pythonda biraz belə deyim də danışıq dilinə yaxındır kod yazmaq və yəni Python proqramlaşdırma dilinin anlaşılmağı məncə biraz daha rahatdır və daha rahatlıqla öyrənilə bilən bir dildir. Ona görə adətən yeni proqramlaşdırmaya başlayan və ilk proqramlaşdırma dili öyrənmək istəyən adamlara Python proqramlaşdırma dilini məsləhət görürlər ki, bəs get birinci Python öyrən deyə. Rahat girə bilsin deyə. Amma mən məsələn olimpiyadaya başlayan birinə bunu tövsiyə eləmərəm. Bunun səbəbi ondan ibarət ki, siz axır əvvəl gedib C++-ı öyrənməlisiniz. Düzdür, yəni əlinizdə bu dəqiqə kifayət qədər resurslar var, kifayət qədər müəllimlər var ki, bunu C++ proqramlaşdırma dilini həm internetdən öyrənmək istəsəz, həm müəllim yanına gedib öyrənmək istəsəz, bunu öyrənmək mümkündür. Yəni əgər olimpiyadadırsa məqsəd başlanğıcdan elə C++ öyrənmək yaxşıdır. Əgər məsələn kimsə deyə bilər ki, bəs mənim onsuz məsələn də məqsədim sadəcə olaraq gedib RFO-da yer tutmaqdır. Birinci olsun mənə kifayət eləyir. Mən gedim bir dənə RFO-da birinci alım, bəs də mənim üçün Python öyrənsəm niyə? Mən bir də C++ öyrənirəm ki, rahat mənim üçün Pythondur, gedim Python öyrənim də. Kimsə məsələn, yəni məqsədlər fərqlidir. Kimsə məqsəd yəni beynəlxalqlı, kimsə məqsəd RFO-dur. Yəni o RFO hədəfləyən biri üçün də
Python yaxşı option deyil, yəni yaxşı seçim deyil. Bunun səbəbi ondan ibarətdir ki, biz yəni ümumiyyətlə olimpiyadada məsələlər hazırlanarkən az öncə qeyd elədim ki, zaman limiti deyə bir şey var. Sizin yazdığınız kod müəyyən bir zamanın yəni aşağısında işləməlidir. Bu adətən 1, 2 və yaxud da 3 saniyə olur. Yəni sizdən müəyyən bir optimal olmalıdır. Hə, yəni kod optimal olmalıdır. Nəsə bir şey istənilir və sizin kodunuz müəyyən bir zaman çərçivəsində işləməlidir. Yəni cavabı tapmalıdır, optimal cavabı tapmalıdır. Və C++ və Python proqramlaşdırma dillərinin sürət fərqlərinə əgər kimsə gedib yəni müqayisə eləsə, görər ki, yəni aralarında kifayət qədər böyük fərq var. Yəni C++ proqramlaşdırma dili Pythondan kifayət qədər sürətlidir. Yəni çox sürətlidir, yəni hədsiz sürətlidir və məncə elə C++-ın olimpiyadaya uyğun olmağının səbəblərindən biri də bir səbəb ondan ibarətdir ki, o sürətlidir. Tez olur. Ona görə olimpiyadaya hansısa bir sual hazırlanarkən onun məsələn optimal həlli öncədən bilinən bir həldir və həmin optimal həllin neçə saniyə işlədiyini, yəni proqramı, yəni məsələni təyin edən adamlar bilirlər və məsələyə, yəni həlli də, yəni zaman limitində də ona uyğun olaraq yazırlar. Ola bilər ki, həmin optimal həlli Pythonda yazdığımız zaman, yəni ola bilər ki, məsələn zaman limiti qoyulub 1 saniyə, amma həmin o 100 ballıq həlli biz C++-da yazanda məsələn o 0,6 saniyə işləyir, amma Pythonda yazanda bu 1 saniyədən daha gec işləyir və yaxud da ola bilər ki, çox daha gec işləyir. Yəni düz yazıb da time limitə düşmək olur. Həlli yazıb time limitə düşmə riski var ki və bu risk kifayət qədər böyükdür, yəni. Ona görə yəni məsləhətlisi odur ki, bəs siz gedib eləyəsiniz, yəni C++ öyrənəsiniz. İndi deyə bilər ki, kimsə bəs onda niyə görə biz məsələn bu sualı mən özüm də məktəbli olanda verirdim ki, bəs yəni mən məsələn Python-u C++-a dəyişməli olanda düşünürdüm ki, çox pis haqqıma girirlər mənim. Mən Python-da eyni həlli yazmışam. Məsələn mənim 8-ci sinifdə eyni həlli yazıb birindən 38, digərindən 100 yazmağımın yəni 100 almağımın səbəbi də əslində yəni müəyyən bir ədədə qədər olan belə deyim, birdən səhv eləmirəmsə 1 milyarda qədər olan ədədlərin cəmini tapmaq lazım idi. Əslində bu aydın məsələdir ki, hal-hazırda onun riyazi olaraq rahat bir düsturu var və bu düsturla biz onu rahatlıqla, yəni sadəcə bir düsturla tapmaq olurdu. Amma 8-də oxuyanda mənim riyaziyyatım o qədər yaxşı deyildi ki, o düsturu bilim. Yəni normalda məncə indidə 8-də oxuyan, yəni mən hal-hazırda 6-7-ci sinifdə olan oxuyan uşaqlar onu bilirlər, amma yəni o vaxtı təbii ki, yəni o vaxtı mənim başlanğıc səviyyəm o qədər yaxşı deyildi. Və mən bunu sadəcə kod olaraq yazmağı bilirdim ki, bəs 1-dən 1 milyarda qədər bütün ədədlərə baxaq və bunları cəmləyək. Məsələn, mən bunu Pythonda yazanda Python bunu eləməsi üçün nə qədər vaxt lazımdır arxada bunu eləməsi üçün. Yəni düzdür, Pythonda bilmirəm neçə saniyə lazımdır, amma əminəm ki, bu 1 saniyədən daha çox vaxtdır. Amma bunu Pythonda daha doğrusu C++-da yazdığımız zaman bu çox sürətli bir şəkildə ola bilər. Düzdür, bu 1 milyard operation təxminən yəni 1 saniyə təxminən 10^8 əməliyyat eləyir C++-da, amma adi, yəni sadəcə 1-dən 1 milyarda qədər ədədlərə baxmaq da deyə bu sürətli olur deyə və optimizasiya ilə bu, yəni proqramlaşdırma dili özü optimizasiya eləyib bunu sürətli bir şəkildə 1 saniyədən qısa müddətə tapa bilir, yəni. Ona görə yəni bəzi hallar var ki, məsələn, orada biz həmin fərqi görə bilərik və əgər bir səbəb budur ki, yəni sürət fərqi var ki, bəs kimsə əgər C++-da yazırsa, kimsə Python-da yazırsa, burada dezavantajdadır. Və indi az öncə mənim gəldiyim məsələ var idi ki, bəs nəyə görə kimsə məsələləri hazırlayarkən həm Python-u, həm də C++-ı nəzərə almır. Məsələn, əgər mənim optimal həllim Python-da 5 saniyə işləyirsə, nəyə görə buna 2 saniyə zaman limiti qoyurlar? Okey də, yəni C++-da 2 saniyə işləyir, Python-da 5 saniyə işləyir. 5 saniyə bu məsələyə nəyə görə 5 saniyə qoyulmur, 2 saniyə qoyulur? Sual bundan ibarətdir. O sualın cavabı da odur ki, əgər yəni sistemdə Python üçün fərqli zaman limiti, C++ üçün fərqli zaman limiti qoymaq olmur. Və yəni sistem hər bir proqramlaşdırma dili üçün eyni zaman limiti tətbiq eləyir və biz əgər proqramlaşdırmada yəni zaman limitini 5 saniyə qoysaq, ola bilər ki, optimal olmayan bir həlli C++-da yazaq və ki, C++-da kifayət qədər sürətli olduğuna görə həmin həll keçsin. Yəni orada artıq yəni C++ bilən biri artıq kifayət qədər avantaja düşmüş olur. Yəni
Yəni Python-a avantaj olmur, yenə dezavantaj. Python yenə də avantajlı deyil, amma C++ bilən biri yenə də avantajlıdır və bu istənilən bir hal deyil də. Yəni brute force deyilən bir şey var, hansı ki optimizasiya olmadan yəni ilk ağla gələn həlli yazmaq. Yəni zaman limitinə əgər çox yuxarı qoysaq, yəni bu ilk ağla gələn həll bəzi məsələlərdə keçə bilər. Yəni bunun özünü məsələn elə hal olur ki, yəni nə qədər sıxsa belə yenə də necəsə brute force keçirmək olur, yəni bəzi məsələlərdə. O da yəni intended solution, yəni istənilən həll o olmur, amma bəzən yaxşı bir-iki optimizasiya eləyib yenə də bütün hallara baxmağı yəni keçirmək olur, yəni. Ona görə zaman limitini müəyyən qədər strict qoymağa, yəni ciddi bir şəkildə qoymağa çalışırlar ki, həmin hallar yaşanmasın adətən. Bir müəllim kimi bir tərəfi AP olaraq, digər tərəfdən isə proqramlaşdırma müəllimi olaraq, yəni olimpiyadaya hazırlıq dərsi keçdim bu il. Bu arada qısa məlumat verim ki, Azercell Cup 6-7-ci sinif şagirdlər arasında, nəsə əlavən olsa mən əlavə edeyim. 6-7-ci sinif şagirdlər arasında RFO öncəsi proqramlaşdırma marağı olan uşaqlar arasında bir kodlaşdırma yarışı artıq 4-cü və ya 5-ci bu il keçirildi yanılmıramsa. Və orada biz bu il bir neçə iş adamı dostumuzun dəstəyi ilə az təminat rayonlarında olan potensiallı uşaqları seçib onlara proqramlaşdırma və ingilis dili dərsləri dəstəyi olduq. Buradan o dostlarımıza bir daha baxsalar təşəkkür edirik. Mən istəyirdim ki, sən ümumiyyətlə o seçim prosesimiz haqqında ilkin olaraq necə uşaqları hansı metrikslərdə seçdik, biraz o haqqda bölüşərdin təcrübəni, fikirlərini, əlavəm olsa qeyd edərəm. Davamında artıq biz bir illik bir çalışmamız oldu. Uşaqlar finalda iştirak elədilər, finaldakı nəticələrimizi də bölüşə bilərsən. Və davamında artıq o uşaqlarla bağlı onları necə sıxmağa davam edirik, oradan danışaq. Hə. Deməli, ilk öncə onu deyim ki, bəs bizim hal-hazırda məsələn beynəlxalq informatika olimpiyadasında hələ də qızıl medalımız yoxdur. Və mən düşünürəm ki, bu qızıl medalın olmamasının səbəblərindən biri prosesə, yəni olimpiyada hərəkatına uşaqların gec başlamasıdır. Gec deyəndə 8-ci sinifdən sonra başlayırlar adətən. Və son illərdə az öncə sizin də qeyd etdiyiniz kimi Azercell Cup yarışı var ki, burada elə bil 8-ci sinifdən daha aşağı yaş qrupunda olan uşaqların əgər informatika olimpiyadasına yəni olimpiyada hazırlaşmaq istəyirsə, həmin yarışda iştirak edə bilirlər. Bu arada onu qeyd edeyim ki, bizdə informatika olimpiyadasından informatika dərsində keçirilən yəni tədris olunan belə deyim, biliklər tamamilə fərqlidir. Yəni olimpiyadaya informatika dərsliyi ilə hazırlaşmaq mümkün deyil. Yəni tamamilə fərqli bir şeylərdir. Yəni informatika dərsliyinin məqsədi bizə sadəcə olaraq belə deyim, ümumi bir növ principles kimi, az öncə qeyd etdiyim kimi, ümumi informatika ilə belə deyim, məlumatlandırmaq, kompüter haqqında məlumatlandırmaq, ümumi proqramlaşdırmadan biraz məlumatlandırmaq və s. kimidir. Amma informatika olimpiyadası tamamilə şeydir, yəni kod yazmaq və məsələlərin optimal həlli ilə əlaqədar bir şeydir. Və bizim də olimpiyada dərslikdən fərqli olduğuna görə adətən uşaqlar olimpiyadaya 8-ci sinifə çatdığı zaman RFO-da iştirak eləmək üçün başlayırlar və 8-dən tez adətən başlamır, yəni kimsə hazırlaşmağa. Ən azından 3-4 il öncəyə qədər bu şəkildə davam edir. Düzdür, bəzi istisna hallar olub, məsələn Frittl-ın xüsusi hazırlaşdırdığı uşaqlar olub və s. amma yəni kütləvilik olmayıb, yəni belə deyim. Və hal-hazırda məsələn AYU-da məncə qızıl almamağımızın əsas səbəblərindən biri də 8-ci sinifdən sonra başlayıb bizim bir uşağın 4 il vaxtı olur və bu 4 ilin 1-2 ili müəyyən qədər yaxşı bir səviyyəyə çatmaq üçün, yəni prinsipləri, yəni fundamental olimpiyadanın fundamental proqramlaşma dilini və alqoritmlərini öyrənməklə keçir və özünü çox yaxşı inkişaf elətdirmək üçün düşünürəm ki, vaxtı olmur bu yəni uşaqların. Və ikinci məsələ də ondan ibarətdir ki, biz yəni kifayət qədər ola bilər ki, istedadlı uşaqlar var, amma həmin uşaqlar məsələn riyaziyyatları güclüdür deyə məsələn riyaziyyata yönəlirlər. Məsələn riyaziyyatda bizim nəticələrimiz məncə informatikadan daha yaxşıdır. Və informatikaya, yəni düzdür informatikaya da yönələn kifayət qədər yaxşı uşaqlar var, amma belə deyim də riyaziyyatı daha çox uşaqlar dərsliklərdə məsələn məktəbdə görürlər deyə, yəni informatikaya yönəlmək istəyən uşaq az olur. Yəni kimsə ya dostunda, tanışında olmalıdır, ya kiminsə mənim halımda olduğu kimi müəllimi bunu təşviq eləməlidir ki, bəs getsin özünü inkişaf elətdirsin, nə bilim getsin olimpiyadaya hazırlaşsın. Yəni
görməsə bu uşaq gedib onu özündən gedib olimpiyadaya hazırlaşası deyil də. Və mən düşünürəm ki, bu IUI qızıla çatmaq üçün bizim 8-ci sinifdə yox, çox öncədən, yəni 6-cı sinifdə, mümkünsə elə 6-cı sinifin əvvəlində başlamağımız lazımdır. Düzdür, hətta mümkün olan hallarda kimdəsə hansısa uşaqda bir fitri istedad varsa 5-ci sinifdən belə başlatmaq olar deyə düşünürəm, yəni. Və bizim halımızda da biz keçən il sizlə oturub bunu fikirləşdik ki, bəs necə ola bilər ki, bəs biz daha yaxşı uşaqlara dəstək ola bilərik. Və qərar ondan ibarət oldu ki, bəs biz 6-7-ci sinifdə olan uşaqlara dəstək olaq və 6-cı, 7-ci sinifdə olan uşaqların səviyyəsini qaldırmağa çalışaq. Və RFO-da kifayət qədər yaxşı səviyyədə olan uşaqlar var, amma biz baxsaq ki, bəs məsələn 6-7-ci sinifdə olan Azercell Cupda olan iştirak edən uşaqların nəticələrinə baxanda 6-7-də oxuyan uşağı məncə adətən valideynləri də çox sıxmır, müəllimləri də çox sıxmır ki, bəs şeydir də, yəni bu uşaqlar onsuz da bizim məqsədimiz 8-ə qədər bu uşaqların müəyyən qədər proqramlaşma öyrənməsidir. Ümumi anlasın bəs eləyər. Yəni ümumi müəyyən qədər anlayış olsun, müəyyən qədər indidən tempə düşməyə çalışsın, 8-ə çatandan sonra çox irəli templə hazırlaşar, artıq medalını alar da. Yəni müəyyən qədər məncə psixoloji olaraq valideynlərin, müəllimlərin adətən yanaşması bu şəkildə olur və bizim bu ilki yanaşmamız məncə biraz fərqli oldu və bizim yanaşmamız o idi ki, bəs 6-da 7-də oxuyan az təminatlı ailələrə yəni dəstək olaq, həmin uşaqlara təqaüd verək və çox istedadı olan uşaqları maksimum dərəcədə sıxaq. Yəni bizim məqsədimiz yəni bu bir il ərzində artıq bizim dərslərimiz səhv eləmirəmsə dekabrın əvvəlində başladı və həmin müddətdə mənim ən azından dərslərdə olan məqsədim o şəkildə oldu ki, mən o uşaqları yəni seçim prosesi oldu. İndi o seçim prosesi haqqında danışacağam. Yəni bizim məqsədimiz bir növ həmin o 6-7-ci sinif uşaqlarını seçib həmin 6-7-ci sinif arasında olan səviyyəni qaldırmaqla bağlı oldu. Və mən düşünürəm ki, 6-7-ci sinifin səviyyəsi indiyə qədər olan Azercell Cup nəticələrinə baxsaq və s. məncə əvvəlki illərdə daha aşağı idi. Yəni səviyyələr və bu ilki ortalamaya təsir edir. Ortalama məncə daha aşağı idi. Bu ilki ortalama məncə daha yaxşı oldu. Və düşünürəm ki, bizim uşaqların bura kifayət qədər qatqısı var və sonda bunun nəyə görə olduğunu da yəni nəticələrdə məncə başa düşəcəklər. Biz seçim turundan başladıq ki, bəs bu uşaqları necəsə seçmək lazımdır. İndi kimsə düşünə bilər ki, məsələn 5-də 6-da oxuyan uşağı biz informatikaya necəsə uğurlu olub olmayacağını necə bilə bilərik? Yəni necə seçək bu uşaqları? Məsələn mənim burada yanaşmam şey kimi idi ki, bəs biz bu uşaqları seçəcəyiksə, biz bu uşaqlardan kod biliyi yəni gözləməməliyik. Biz bu uşaqlardan gözləməli olduğumuz potensialdır və bu potensialın olub-olmadığını necəsə bilməliyik və bunu da ən yaxşı şəkildə, düzdür, məncə 100%lik bunu tapmaq mümkün deyil. Mütləq. Yəni hardasa yəqin ki, qaçırdığımız uşaq bəlkə də olub, amma məncə biz seçimi elə hazırladıq ki, seçimdə əsasən riyaziyyatla bağlı suallar 6-7-ci sinif səviyyəsində və eyni zamanda məntiqlə əlaqədar, yəni riyazi məntiq və alqoritmik suallar daha çox tərtib elədik və seçim turu bizdə bir qeydiyyat mərhələsi oldu. Daha sonra 2 dənə, bir onlayn, bir də offlayn olmaqla 2 seçim turundan ibarət bir seçim mərhələsi oldu və həmin mərhələnin sonunda səhv eləmirəmsə biz 20 nəfərə yaxın uşağa təqaüd verdik, səhv eləmirəmsə. Müsahibə də oldu. Ən sonunda da müsahibə oldu və müsahibədə məqsəd bir növ uşaqların nə dərəcədə həvəsli olduğunu ölçmək idi. Məsələn, məncə bəzi uşaqların, yəni orada müsahibənin də bəzi seçimlərə belə deyim, müsbət və mənfi təsirin olduğunu düşünürəm. Yəni bəzi uşaqların var idi ki, riyaziyyatla və yaxud da nə bilim alqoritmik nəticəsi çox da belə wow deyildi, amma uşaqda biz çox belə potensial görmüşdük nədir bu? İntervyuda və sonra intervyudan sonra biz qəbul verdikdən sonra həqiqətən də o potensialı doğruldan uşaqlar oldu və düşünürəm ki, orada müsahibə mərhələsi də kifayət qədər önəmli idi. Çünki o uşaqlar ki, sözünə qüvvət kodlaşdırma marağını ifadə edir və ya marağı ilə bağlı biz hansısa pattern görə bilirik, ipucu görə bilirdik. Biz onu axtarmaq maraqlı idi ki, biz çünki əlimizdə məhdud sayda təqaüd var, biz hamıya təqaüd verə bilmərik və orada necəsə biz kimisə kəsməliyik. Yəni ki, belə bil hamıya könül istəyər ki, hamıya fürsət verək əvvəldə, amma biz hansısa bir metriksə görə kəsməliyik və ona görə də imtahanlar bir faktor idi, qeydiyyat formu bir faktor idi. Sən dediyin kimi
müsahibədə bir faktor idi və sonda biz ailə ziyarəti elədik. Hə, ailə ziyarəti. Çünki orada elə bir gözləntilərdən biri o idi ki, həqiqətən də müəyyən qədər ehtiyacı olan uşaqlara biz kömək eləyək. Ona görə ailə ziyarətindən sonra artıq bu cycle-da olan performansa görə uşaqları seçdik. Sonra dərslər başladı. Dərslər başladı, bəli. Dərslər artıq sıfırdan dərslər idi. Yəni normalda bir olimpiyadaya başlayanda hansı dərsləri görürsə, həmin uşaqlarla sıfırdan biz eyni dərsləri keçmişik. Sadəcə olaraq məsələn, mən dərsləri keçərkən bu uşaqların 6-7-ci sinifdə olduqlarını nəzərə alırdım təbii ki. Məsələn, eyni dərsi 8-9-lara da, daha doğrusu, yəni RFO dərslər, yəni RFO qrupuna da keçirdim və bunlara da keçirdim və bunlarla keçdiyimlə onlara keçdiyim arasında fərq var. Çünki onlara keçirilənlərin həm vaxtları azdır, yəni həm sürətli bir şəkildə sıfırdan başlayıbsa çatdırmalıdırlar. Həm də ki, onların daha çox potensial, yəni riyazi olaraq daha çox potensialı olduğunu düşünürəm. Yəni 6-7-ci sinif uşaqlarına nisbətdə. Düzdür, bizim seçdiyimiz uşaqlar da riyaziyyat olaraq əcza uşaqlardır, amma yenə də yəni daha detallı düşünürəm ki, onlara yəni dərsləri daha detallı keçdim də. Yəni hədsiz belə sıfırdan hər bir incəliyinə qədər çalışdım ki, onlara izah edeyim və yəni dərslərdə maksimum dərəcədə həm tələb qoyurdum ki, bəs siz maksimum dərəcədə özünüzü göstərməlisiniz. Yəni ev tapşırıqlarını kimsə əgər yazmırsa bir problemdir. Cheatinglə bağlı məncə mən bu haqqda əlavə danışmaq istəyirəm. Yəni bəzi uşaqlar olur ki, cheating eləyirlər. O əlavə problemdir və s. Hə, köçürmə haqqında birazdan danışacağam bunun təsirindən. Yəni bu uşaqları daimi şeydə saxlamaq lazımdır. Yəni nəzarətdə saxlamaq lazımdır. Əgər mən sadəcə dərsi keçib getsəydim, mən düşünürəm ki, bizim hal-hazırda əldə etdiyimiz nəticənin heç 50% də bəlkə olmazdı. Çünki 6-7-ci sinifdə olan uşaqlar adətən çox da belə həyatı dərk eləyəcək leveldə olmurlar da ki, bəs bunlar onlar üçün çox önəmlidir. Hə, müəllimi razı saldım, yəni ailəmi razı saldım, fiziyoda onlar üçün yəni o kifayət edir. Hə, yəni oynamaq olar. Yəni bizim də məqsədimiz odur ki, onlar oynamasın. Yəni biz konkret belə çox xüsusi bir uşaq yetişdirmək, yəni xüsusi kadrlar yetişdirmək istəyirəm ki, yəni onlar gələcəkdə getsinlər. İndi qızıl inşallah olar, amma qızıl olmasa belə gələcəkdə ən azından gümüş belə olsa IOI-dan ala bilsinlər. Yəni bizim yəni qısa performansda bizim məqsədimiz təbii ki, Azerseldən yer tutmaq və s. Yəni bu ilkin belə deyim hədəfdir, amma əgər biz uzun vadədə baxası olsaq hədəflərimizə, bizim məqsədimiz əslində bu uşaqların gələcəkdə gedib IOI-da nəticə göstərmələridir. Yəni mənim ən azından müəllim olaraq hədəfim odur. Yəni. Mən məsəl üçün səndən çox səni yormadan məsələn digər IOI müxtəlif international beynəlxalq yarışlarda iştirak eləmiş, medal almış tələbələrimizlə danışanda deyirəm ki, səncə nə etmək lazımdır ki, gəlib 10-da 11-də qızıl alaq. Yəni ki, mən indi alınmaz bunun zaman göstərəcək. Amma plan olaraq mənə maraqlıdır ki, okey də birinci fazı Azersel Cup, sonra RFO, sonra RFO-da medal alsınlar 9-10-11-in birində yerli qəbul garantiləsinlər, rahat olsunlar ailələrdə, uşaqlarda. Amma uzun vadədə bu ya indiki əlimizdəki qrup, ya indi növbəti götürəcəyimiz qrupda kimlərisə tapaq və onlara kömək eləyək. Ola bilər axıra kimi bizlə gedə bilməsinlər. Amma bir yerə qədər biz ona o ilkin təsir eləyək ki, o getsin, ona doğru qızılı zorlasın. Yəni İran komandası ala bilirsə, Türkiyə komandası ala bilirsə, düzdür, indi elə bil 35 ildə ala bilməmişik. Amma ehtimal olaraq qızıl birdən-birə olmur təbii ki, amma amma ehtimal olaraq bizə qonşu olan ölkələr, məsələn Rumıniyanın çox yaxşı nəticələri var, Polşanın çox yaxşı nəticələri. Yəni təkcə bu Çin, Cənubi Koreya, Yaponiya, ABŞ komandaları deyil. Daha belə təhsil, yəni olimpiyada ola bilər, məsələn Rumıniya güclüdür, amma belə ümumi təhsil olaraq belə Finlandiya səviyyəsində olmayan, Sinqapur səviyyəsində olmayan ölkələrdən də, məsələn gürcülərdən qızıl çıxır arada, Türkiyədən çıxır, nə bilim İrandan çıxır. Yəni texniki olaraq nələrsə biraz daha yaxşı eləsək, incremental change-lər eləsək, düşünürəm ki, zamanla eləmək mümkündür. Amma mən şəxsən elə bir uşaqlara baxanda kimdən IOI qızıl uzun vadədə çıxar o gözdən baxıram. Yəni ki, mən də təbii ki, amma və ona doğru çıxır. İndi təbii ki, bizə düşən yola çıxmaqdır. Eynən, qeyd elədiyim kimi, yəni dərslər davam elədi və dərslər boyunca biz həm onların praktiki cəhətdən maksimum dərəcədə sıxmağa çalışdım ki, onlar həm kodu maksimum dərəcədə yəni yaxşı bir şəkildə yazsınlar, həm də özləri yazsınlar, yəni özləri dürüst olmağı öyrənsinlər. Sonra
artıq məsələn Azercell bizim ilkin hədəfimiz təbii ki, Azercell Cup-da yaxşı nəticə göstərməkdir. Çünki bu uşaqların özlərini göstərə biləcəkləri yeganə yer Azercell Cup müsabiqəsidir və düşünürəm ki, çox yaxşı bir, yəni proyekt, yəni Azercellin təşkilatçılığı ilə olan bir müsabiqədir və düşünürəm ki, çox yaxşı bir müsabiqədir və 6-7-də oxuyan və gələcəkdə özünü RUFO-da görmək istəyən uşaqlar məncə mütləq özlərini orada sınamalıdırlar. Və artıq bir ay qalmış, səhv eləmirəmsə 1 və ya 2 ay. Düzdür, bizim mütəmadi olaraq, yəni hər həftəlik, yəni dərslərin formatı o şəkildədir ki, hər həftə bizim ev tapşırıqlarımız olur. Ev tapşırıqları xüsusi sistem var, yəni kodu yazırlar, göndərirlər, o avtomatik yəni yoxlayır düz olub olmadığından bağlı və daha sonra hər bir sualın, yəni məsələnin izahını özümdə verirdim. Bir də bizim hər aylıq sınaqlarımız olurdu ki, bəs bu uşaqların real sınaqlarda nəticəsi necə olur? Yəni bizə həm də bu maraqlıdır. Təkcə bəlkə ola bilər ki, kimsə ev tapşırıqlarını hardansa köçürür və yaxud da biz bunu tuta bilmirik. Düzdür, əksər hallarda mən bunu tuturam, amma ola bilər ki, kimsə necəsə eləyib tutulmayıb və bu adətən sınaqlarda görünən bir nəticə olur ki, bəs əgər kimsə bizim, yəni sınaqlarda biz artıq eləyərkən qoşulub, yəni nəzarət eləyərəkdən həm recordinglər falan olaraqdan eləyirdik deyə artıq orada kiminsə köçürmə şansı olmurdu və orada bilinirdi ki, kim həqiqətən dərsləri özü yazır, kim həqiqətən özü yazmır. Yəni uşaqların məncə inkişafını belə deyim, izləmək üçün önəmli faktorlardan biridir. Biz bunları aylıq olaraq sınaqları yerinə yetirirdik, amma artıq bir ay qalmış biz xüsusi intensiv rejimə keçdim. Mən şeylədik, yəni başladıq uşaqlara həftəlik, yəni sınaqlar əvvəl aylıq idisə, uşaqlara elə bir real yarış mühitinə öyrəşdirmək üçün həftəlik, hətta bəzən olur ki, həftədə 2-3 dəfə sınaq və sınağın izahı olurdu və mən Azercellin finalına qədər biz təxminən 15-ə yaxın fərqli sınağa girmişdi uşaqlar, yəni 3 saatlıq sınaqlara, hansı ki, bu kifayət qədər mən düşünürəm ki, real imtahan situasiyasına öyrəşmək üçün, yəni real imtahan belə deyim, vəziyyətini görmək üçün onlar üçün böyük bir şansdır və o, yəni real imtahanı bir növ praktik eləmiş olurlar və düşünürəm ki, bu onların nəticələrini kifayət qədər artırır. Yəni bu həmin o sınaqlar olmasaydı mənim keçdiyim dərslər kifayət qədər yaxşı performans, yəni həmin dərslərlə kifayət qədər yaxşı nəticə göstərərdilərmi deyə düşünsəm, yəqin ki, yenə də medal alanlar olacaqdı və yaxud da nə bilim 50%-in üzərində yenə də yəni indi məsələn yəni nəticəmiz 100%-dirsə, onun həmin 100%-in bir 60%-ni bəlkə də yenə də alardıq, amma orada məncə bir 40%, 50% yəni artırmaqda yəni bir 2 dəfəyə yaxın məncə bir fərq göstərir bu. Həm medal sayı, həm medal keyfiyyəti. Məncə orada say olaraq müəyyən bir yerə çatsaqda o medalın keyfiyyəti nə olacaqdı? O mənim üçün sualdır yəni. Eynən, məndə də. Çünki o uşaqlar artıq bir yerdən sonra onlarda artıq alışqanlıq halına gəlir ki, bəs hədə yarışa girəcəm. Girib 3 saat kod yazmalıyam. Yazıb çıxmalıyam da. Artıq yəni uşaqlar üçün yarışa girmək belə qeyri-adi bir vəziyyətə gəlmirdi və bizim ən yaxşı elədiyimiz şeylərdən biri də məncə o oldu ki, biz real imtahandan 5 gün öncə 5 günlük kamp keçirtməyə başladıq. Bu ofisdə idi. Bizim dərslərimiz onlayn şəkildə olur il boyu. Çünki bizdə dərslərimizə qoşulan fərqli rayonlardan, hətta Naxçıvandan belə qoşulan uşaqlarımız var və onlayn bir şəkildə belə deyim, o dərsdə offline keçsəm, yəni uşaqların 70% qoşula bilməyəcək. Ona görə mən onlayn keçmək məcburiyyətindəyəm və düşünürəm ki, olimpiyadada onlayn kifayət qədər keyfiyyətlidir. Çünki recording falan da olur və dərsə yenidən baxma şansı olur uşaqların. Artıq 5 gün qalmış, biz bütün uşaqları zaten iyunun neçəsi idi səhv eləmirəmsə? 14-ü yarış. 14-ü idi desə yarış. İyunun artıq 9-undan etibarən biz uşaqları çağırdıq ki, bəs Bakıya gəlsin hamı və biz real kamp keçirməyə başladıq və kampın düşünürəm ki, çox yaxşı effekti oldu uşaqlar üçün. Çünki nə qədər sınaqlara biz qoşsaq belə, sınaqlar onlayn olur və uşaqlar onlayn evdən gedirlər. Yəni, amma biz də bir də uşaqlar buna offline şəkildə real yarış şəraitində girsələr, biz həmin şəraiti uşaqlar üçün RUFun dəstəyi ilə çalışdıq ki, yəni hər bir uşaq üçün həmin şəraiti quraq və təxminən məncə 30 nəfərə yaxın uşaq eyni anda kampın formatı o idi ki, hər gün səhər uşaqlar gəlir
3 saatlıq və ya 4 saatlıq bir yarış olur. 5 sualdan ibarət və sonra həmin fasilə, yemək fasiləsi, sonra isə həmin sualların izahı olurdu və bu uşaqlara həm real yarışa uyğunlaşmaq üçün ki imkan verir, həm də ki bir-birlərini tanımaq, biraz belə sosiallaşmaq üçün məncə çox yaxşı imkan verirdi və məncə kifayət qədər də yaxşı təsir olduğunu düşünürəm. O yaşda gəlib eyni mühitə düşmək, maraqları eyni olan uşaqlarla məncə bir yerdə olmaq kifayət qədər, yəni yaxşı bir belə deyim, şansdır həmin uşaqlar üçün. Və artıq ondan sonra final mərhələsi oldu. Final mərhələsindən qabaq əslində ADSL-in 2 dənə əlavə də tur olurdu. Biz onlar haqqında məncə danışmadıq. Məncə bir dənə formatı danış ki, ADSL Cup mərhələlər və final. ADSL Cup-da ilk qeydiyyat mərhələsi olur. Bu bütün yarışlarda olan mərhələdir. Daha sonra 2 dənə onlayn tur baş verir. Yəni baş tur, birinci tur səhv eləmirəmsə 10 saat ərzində açıq olur və onlayn şəkildə öz platformaları üzərindən uşaqlar 3 saatlıq aralıqda girib işləyirlər. Və ikinci mərhələdə isə uşaqlar yenə də onlayn olur, amma burada biraz nəzarət falan olur. Eyni anda başlayır uşaqlar və eyni anda bitir və insanlar nəzarət eləyir ki, bəs uşaqlarda köçürmə prosesi və s. baş verməsin. Və bizim ilk turda nəticəmiz 100% idi. Hazırlaşdırdığımız bütün uşaqlar keçmişdi. Bizim təxminən 30-a yaxın tələbəmiz var idi. 29 ya 30. Hə. Hamısı keçmişdi. İkinci turda da isə bir nəfər fail elədi və geri qalan 28 nəfər hamısı keçdi yenə də. Üçüncü turda artıq biz 28 nəfər finala keçən şagirdimizin və finala keçən bu arada 150-yə yaxın səhv eləmirəmsə şagird var idi. Yəni ümumi, yəni burada ADSL Cup müsabiqəsi çox uşağa şans vermişdi. Məncə burada biraz o da yaxşıdır ki, hər bir uşaq gedib artıq finalda bir dəfə ADSL-in finalını görmə şansı əldə eləmişdi. Ən azı o proses necə baş verir, onu tutması üçün kömək eləyirdi. Çox yaxşıdır məncə o da. Düz, yəni finala keçid balı çox da belə yuxarı deyildi. Yəni artıq biz finala keçən 28 uşaq və ya da 30, yəni indi orada dəqiq bilmirəm, amma 30 civarı uşağın nəticəsinin maksimum olması üzərindən çalışırdıq. Yəni həmin o bir ay ərzində də həmin uşaqların finaldakı performansını maksimumlaşdırmaq idi bizim məqsədimiz. Artıq yəni bizim kampımız olanda finala gələn uşaqlarla idi. Yəni hamısı demək olar ki, finalçı idi bizim uşaqların və 5 gün sonra gedib finalda iştirak edəcəkdilər. Və həmin kamp biraz ağır oldu onlar üçün. Yəni kamp elə bir kamp idi ki, yəni 5 dənə sualdı. Yəni ona qədər sınaqlar rahat idi. Yəni belə gedirdilər 500-dən, nə bilim 300, 400 falan belə rahat yığırdılar. Yəni biz əlayıq, biz yaxşıyıq. Gəldim kampda hamısını döydüm bunların ki, bəs ağıllı olun da belə olmur. Həyat belə deyil. Həyat belə deyil, yəni döyülmək lazımdır. Ondan sonra kampda uşaqları döydürməməli başladı. Yəni çox yaxşı suallar üzərindən getmişdim orada. Yəni kifayət qədər öyrədici, amma daha öncə görmədiyi sual tipləri gördülər, yəni kamp ərzində və düşünürəm ki, bu kampın da müəyyən qədər təsiri oldu. Hətta yəni kampın məncə çətin olması daha çox onları öyrəşdirdi ki, bəs yəni indiyə qədər olan sınaqlar asan idi, hə, okey. Yəni nisbətən bəzi uşaqlar üçün asan idi, bəziləri üçün çətin idi. Yəni bizim qızıl alan üçün uşaqlar üçün təbii ki, bu asan idi, yəni əvvəlki imtahanlar. Amma indi siz ola bilər ki, gedib finalda döyülə bilərsiniz. Yəni final ola bilər ki, hamı üçün asan olsun və əgər uşaq, yəni çox güclü bir uşaq belə final çətin olduğu zaman pes eləyə bilər. Yəni ortada şey eləyə bilər ki, bəs hədə, yəni mən yaza bilmirəm və ola bilər ki, çıxsın, getsin. Yəni onu onlara öyrətmək üçün ki, bəs yəni final çətin ola bilər və çətin olanda bu həqiqətən də hamı üçün çətindir. Yəni təkcə bir nəfər üçün çətin olmur və bu çətin olanda çox cüzi bal çıxartmaq belə faydalı ola bilər. Eynən, yəni çox cüzi bal çıxartmaq belə çox faydalı ola bilər və axıra qədər yəni cəhd eləmək lazımdır. Uşaqlar bir növ yəni sonrakı gün getdilər, finalda iştirak elədilər. Yəni mənim gözləntimdən belə yuxarıda. Məncə ikimizin də gözləntisinin çox üstündə idi. Biz əvvəl danışırdıq ki, 10 olsa qəşəng, 15 olsa əla və 16 oldu. 16 medal oldu və maraqlısı ondadır ki, yəni ümumilikdə 31 nəfər medal aldı və 31 medalın 16-sı bizim tələbələr idi və 6 nəfər qızıl almışdı və 6 qızılın hər biri bizim tələbələr idi və bu xüsusən də mənə belə bir o əziyyətin bəhrəsini görmək kimi bir şeydi və çox özümün də xoşuna gəlmişdi bu. Və onların 4-ü 6-cı sinif idi. Hə, və ən yaxşı belə bu dəqiqə ümidlərimizdən biri odur ki, yəni onlardan 4-ü, yəni 6 nəfərdən 4-ü 6-cı sinifdir və ikisi 7-ci sinifdir. Yəni hal-hazırda
6-7-ci siniflər arasındakı uşaqların 4-ü 6-cı sinifdir və bunlar hələ gələn il də Azerseldə iştirak edəcəklər. Bir il daha şansları var. Yəni bir il belə daha çox şansları var ki, bunlar RFO-ya gələndə çox yaxşı səviyyə ilə RFO-ya qoşulsunlar artıq. Və 6 qızıl, 6 gümüş və 4 bürünc medalımız oldu. Və orada 5-6 şagirddə məncə 10 balla birinci qaçırtdılar. Birinci medal orada 110 bal idi və 100 bal yığan 6 nəfərə yaxın şagirdimiz var ki, orada düzdür, yəni bizdən əlavə də nə qədər 100 bal yığan uşaqlar var. Məncə eləmək olardı. O eləmək olardı, amma böyük dərsdir ki, bəs həyatda hər şey bəzən 10 bal belə medalı dəyişə bilir. Bir sualdan biraz götürə bilmək, bəzən hər şey eləməyə ehtiyac yoxdur da, biraz nəsə qopartmaq lazımdır. Mən o vaxt gümüşü 4 baldan qaçırmışdım, indi yadıma düşdü. Yenə pis oldum, qalım qaraldım. Yəni ona görə Jatikov da gümüş birinci. Mənim qızıl aldığım ildə bir nəfər 300 bal yığmışdı, bir nəfər 299 bal yığmışdı. 299 alan gümüş aldı, 300 alan bürünc aldı. Daha doğrusu qızıl aldı. Yəni burada 500 ballıq sistemdə 1 bal heç, yəni 1%-dən belə daha aşağı bir faizdir və siz orada 1 balın belə çox belə böyük kəraməti var da, yəni. Sonra biz uşaqlara məzuniyyət elədik. Yəni 15 günlük məzuniyyətlər oldu. 15 gün istirahət elədilər və sonra yenə başladıq. 15 gündən sonra yenə başlamışıq və yenə də uşaqları döyməyə davam edirəm. İnşallah görək gələn ildə nəticələrimiz necə olur və hal-hazırda yay fazasında dərslərimiz 30 nəfərlə davam edir və çox güclü uşaqlarla hal-hazırda işləyirəm və özümə də ləzzət eləyir bunlarla işləmək. Amma uşaqların da çox güclü levela çatması üçün hal-hazırda bir növ boylarından daha çoxunu bu dəqiqə eləməyə çalışırlar və bəzi uşaqlar var ki, bunu çox yaxşı bacarır, bəzi uşaqlar var ki, bacara bilər, amma daha çox vaxt ayırması lazımdır və yəni əlləşirlər ki, bacarsınlar və mən düşünürəm ki, bu yaşda onların da əlləşməsi lazımdır və yay aylardır, boşdular. Yəni istirahət, yəni gedib oyun oynamaqdansa məsələ yazmaq daha maraqlıdır bu dəqiqə. Və mənə elə gəlir ki, heç məsələ o deyil ki, hamı RFO medal alsın, hamı dünyaya düşsün. Çünki bu reallıqdır ki, 30-dan. Amma məsələn biz müxtəlif dostlarımızla danışanda da, yəni o yaşda şagirdlərin kodlaşdırma öyrənməsi, C++ öyrənməsi, problem həll etmə qabiliyyətini inkişaf etdirməsi uzun vadədə ona çox faydası olacaq. Medal alsa əla, dünyaya çıxsa əla, dünyada medal alsa əla, amma reallıq budur ki, yəni aşağı sinifdə kodlaşdırma öyrənməyə başlayan neçə nəfər, cəmi 4 nəfər komandaya düşə bilir. Və o komandadan da 1-2-si medal alır əksər illərdə, ya da heç almır, məsələn, elə illər var ki, heç kəs medal almır. Yəni bu proses özlüyündə biz mümkün qədər çoxlu potensiallı uşaqla başlayıb elə bir piramida şəklində yuxarı doğru getdikcə azalma məntiqindədir. Amma burada elə bir uşağın özünə faydalıdır mı? Mütləq faydalıdır. Medal almasa belə faydalıdır. Yəni ki, kodlaşdırma öyrənir, problem həll etməyi öyrənir, zamanla işləməyi öyrənir. Ümumiyyətlə o format özü məncə çox ona faydalıdır ki, aşağı yaşda, çünki məsələn mən istəyirdim sən burada bir neçə məsələyə toxunasan. Məsələn, bir şagird aşağı sinifdə full stack öyrənsə yaxşıdır, yoxsa olimpiyadaya hazırlaşsa, yəni məsələn bəzi ailələr düşünürlər ki, competitive programming, yəni rəqabətli proqramlaşdırma çox da ehtiyac yoxdur. Otursun front-end öyrənsin, back-end öyrənsin. Bu uşağa nə qədər faydalıdır və şeylə fərqi nədir? Competitive programminglə fərqi nədir? Belə deyim, bəli, bəzi ailələr düşünür ki, məsələn, əgər gələcəkdə uşaq olimpiyadaya qoşulmayacaqsa, heç olimpiyadaya nəyə görə hazırlaşsın ki, getsin, nə bilim, web proqramlaşdırma öyrənsin və yaxud da indidən müəyyən qədər proqramlaşdırma öyrənməyə başlasın da. Bu, yəni ümumiyyətlə proqramlaşdırma öyrənmək uşaq yaşlardan, yəni hər hansı bir uşaq üçün faydalıdırmı deyə sualdırsa, 100% faydalıdır. Yəni uşaq öncədən, yəni bir var artıq universitetdə proqramlaşdırma öyrənməyə başlasın, bir də uşaq yaşlarından proqramlaşdırma öyrənməyə başlasın. Burada məncə kifayət qədər, yəni fərq var da arada. Yəni uşaq yaşlarından bunu görən birindən, sonra gedib universitetdə görən birinin kifayət qədər fərqi var yəni arada və biz bu universitetdə də hal-hazırda məsələn bizim aramızda, yəni olimpiyadaçılar və yaxud da olimpiyadaçı olmayıb proqramlaşdırmadan başı çıxan uşaqların universitetdə proqramlaşdırma dərslərini çox rahatlıqla keçirlər. Yəni pəs edə bilirlər və yaxud da yaxşı qiymətləri olur, amma digər uşaqlar əziyyət çəkirlər. Çünki sıfırdan öyrənmək müəyyən qədər çətindir. Amma indi uşağın əgər kod öyrənəcəksə, sual odursa ki, bəs hansını öyrənsin? Full stack mi daha faydalıdır, yoxsa competitive programming mi? Yəni rəqabətçil proqramlaşdırma dediyimiz, rəqabətli proqramlaşdırma dediyimiz proqramlaşdırma, yəni bizim indi olimpiyadada lazım olan proqramlaşdırma daha uşaqlar üçün faydalıdır sualına gəldikdə isə mən düşünürəm ki, burada
kompetitiv proqramminq yəni çox daha faydalıdır, nəinki gedib hər hansı bir proqramlaşdırma dili öyrənmək və yaxud da yəni full stack web development və yaxud da nə bilim, yəni front end, back end bunları öyrənməkdə məncə kompetitiv öyrənmək daha faydalıdır uşaq üçün. Səbəbi ondan ibarətdir ki, biz əgər bir uşaq, yəni qısa bir şəkildə bu suala cavab verəsi olsam belə deyərəm ki, əgər bir uşaq kompetitiv proqramminq öyrənirsə, bu uşağın həm kod yazmaqla bağlı anlayışı olur, həm alqoritmik kifayət qədər bacarığı olur, həm riyazi olaraq yaxşı, yəni müəyyən qədər bacarıqları inkişaf eləyir, həm də ki, yəni məntiqi təfəkkürü inkişaf eləyir. Yəni kompetitiv proqramminq sadəcə olaraq kod yazmaq deyil, həm də problem solving skillləri artıran bir yəni proqramlaşdırma formatıdır, bəli. Yəni bir uşaq kompetitiv proqramminq öyrəndiyi zaman, yəni 4-5 dənə əsas faktoru özündə öyrənmiş olur. Amma məsələn bir uşaq front-end öyrəndiyi zaman, düz orada da müəyyən qədər problem solving və s. öyrənir, amma məncə kompetitiv proqramminqin öyrətdiyi problem solvinglə front-endin öyrətdiyi problem solving eyni deyil. Çünki mən 2 il öncə məsələn front-end, məsələn web öyrəndiyim zaman, məsələn müəyyən bir sayt qurmağı öyrəndiyim zaman görürəm ki, əksər şeylər burada şeydir, yəni əzbərdir. Yəni kodu əzbər bilirsə və müəyyən qədər anlayışı varsa necə işləyir, bu kodu yaza biləcək bu adam. Və əgər bu kodla bağlı müəyyən bir təcrübəsi olan biri bunu sonradan öyrənirsə, bunu rahatlıqla universitet illərində və yaxud da universiteti qutarandan sonra müəyyən bir karyeraya başlamaq istəyəndə bunu rahatlıqla müəyyən bir qısa müddət ərzində öyrənmək olur. Yəni əgər bu uşağın öncədən kompetitiv proqramminqdən bacarığı varsa, yəni belə deyim, kompetitiv proqramminqdə nə vaxtsa anlayışı olubsa, bu gələcəkdə ona istənilən başqa bir proqramlaşdırma dilini öyrənmək daha rahat olur. Amma məsələn, bir uşaq web öyrənibsə, daha sonra hər hansı bir işə qəbul imtahanlarında, bu arada onu da deyim ki, məsələn Google-dur, Microsoft-dur, Meta-dur, belə yəni böyük şirkətlər ki var ki, yəni onlar yəni bir çox gəncin bu dəqiqə xəyallarından biridir ki, gelib gələcəkdə həmin şirkətlərdə işləsinlər də və həmin şirkətlərdə işləyərkən onların daha çox texniki biliklərdən daha çox soruşduğu şey sənin alqoritmik biliklərin və bu hal-hazırda kompetitiv proqramminq biliyindir. Yəni onlar səni intervyu eləyəndə sənə weblə bağlı ola bilər kimsə hansısa bir intervyuda soruşsunlar, amma o texniki bilikdə bunu 3-4 aya öyrənmək olur. Amma əsas sual orada adətən alqoritmik bir məsələ qoyulur qarşına və sənin yarım saatlıq intervyu müddətində həmin məsələni həll edib onlara izah eləməyin lazımdır ki, bəs məsələni bu şəkildə həll elədim və nəyə görə bu həll optimaldır, onu da izah eləməlisən və bunu sən işə girəsi vaxt öyrənməyə başlasan, sənin artıq yəni kifayət qədər zaman lazımdır bunu öyrənmək üçün. Yəni ola bilər kimsə bunu eləyə bilir, amma belə görünən odur ki, yəni adətən çətin mərhələ ilə bu olur. Yəni adətən adamlar intervyuya öyrənmək üçün məsələn gedirlər çoxlu, yəni gedirlər əməlli başlı vaxt sərf edirlər ki, sırf intervyuya hazırlaşsınlar. Yəni o intervyuya da öncədən məsələn olimpiada ilə bağlı anlayışı olan uşaqlar daha sonra intervyulara girəndə onlar üçün asan olur. Yəni çox da bir qeyri-adi bir şey görmürlər. Çünki intervyuda, yəni bir olimpiyadaçı üçün, belə deyim, bir RFO medalçısı üçün intervyuda soruşulan sual adətən standart bir sual olur və o həlli daha öncə çox böyük ehtimalla görüb həmin məsələni və rahatlıqla da həll edə bilir. Amma yeni alqoritm öyrənməyə başlayan bir yəni ya universitet dövründə ya universitet dərsində çox gec deyil. Yəni adətən yəni gec öyrənməyə başlayan biri üçün həmin sualı görəndə daha çətin olur. Yəni ona görə və adətən şeylərin də bu böyük şirkətlərin də yanaşması o şəkildə olur ki, bəs əgər sən alqoritm bilirsənsə, biz sənə hər hansı bir proqramlaşdırma dilini 3-4 aya öyrədə bilərik. Yox, əgər sən alqoritm bilmirsənsə, biz sənə alqoritmi 3-4 aya öyrədə bilməyəcəyik. Yəni problem burasındadır və ona görə məktəb illərində məncə bu fürsəti daha çox, yəni uşaqların kompetitivə sərf eləmələri məncə çox daha yaxşı olur. Mən istərdim sən orada köçürmədən danışdın, qeyd elədin. İstərdim biraz da onu danışasan ki, biz çünki uşaqların köçürməyini tuta bildiyimiz qədər sərt yanaşırıq. Eyni. Hətta ilkin dönəmdə çox üzücü də olsa bizim üçün bir neçə şagirdi uzaqlaşdırmalı da olmuşduq. Hansı ki biz əvvəldə onlarda potensial görüb dərslərə cəlb eləmişdik. İstəyərdim ki, biraz o köçürmənin onlara yansıyan neqativ tərəfindən danışardın ki, o necə bir səhv vərdişlər yaradır? Biz niyə bu qədər sərtik prosesdə? Yəni olmazmı ki, dərsi keçək və deyək ki, istəyən yazsın, istəyən köçürsün?
Mən düşünürəm ki, məsələn biz sizin sonuncu qeyd elədiyiniz yəni yanaşmanı tətbiq eləsəydik ki, bəs dərsi keçsək uşaqların özünə buraxaq da ki, bəs istəyən köçürməz, istəyən özü necə istəyir yazsın. Mən düşünürəm ki, bizim nəticəmiz məsələn bu dəqiqə 16 medaldırsa, 2 medal, 3 medal falan olardı. Yəni çünki bu dəqiqə AI sürətlə inkişaf edir və kifayət qədər xeyli süni intellekt modelləri var və süni intellektlər, yəni süni intellekt modelləri məsələn ChatGPT-dir, DeepSeek-dir. Yəni bu tanıdığımız məşhur süni intellekt modelləri ki var, yəni AI-lar rahatlıqla mənim yeni başlayan bir uşağa verdiyim məsələni rahatlıqla həll edə bilirlər və uşaq sadəcə məsələni ChatGPT-yə göndərdiyi zaman məsələn o rahatlıqla həmin məsələnin həllini də ona verir və kodunu da verir. Yəni uşaq əslində ondan həm həlli öyrənə bilər, həm də kod öyrənə bilər. Və mən məsələn bir uşaqda şübhələndiyim zaman ki, məsələn həmin uşaq köçürür və yaxud da ChatGPT-dən baxır və uşaqlar adətən deyirlər ki, müəllim, mən həllimi izah edə bilərəm. Yəni həqiqətən də izah edə bilər və adətən məsələn 1-2 dəfə sınamaq üçün şans vermişəm, izah edə bilirlər. Amma mən bilirəm ki, bu uşaq köçürüb. Yəni bəzi hallar olur ki, çox belə qəliz bir kod yazmayıbsa, həlli izah edə bilirlər. Çünki başlanğıcda zaten yəni qeyri-adi bir şey yazmır uşaqlar. Yəni həll izah oluna biləcək bir həll olur və zaten suallar sıfırdan başlayır, sadə gedir. Eynən. Və ChatGPT də buna daha öncə bunu izah eləyib deyə, o da götürüb oradan oxuyub, daha sonra gəlib mənə izah eləyə bilər. Məsələ orasındadır ki, uşaq adətən yəni prosesdə öyrənir. Yəni səhv eləyə öyrənir. Kimsə gedib məsələni ChatGPT-yə atıb, ChatGPT-dən həlli öyrənib, kodu yazıb və ya da kodu çox kopyalayıb digərinə atırsa, uşağın buradan qazancı sadəcə olaraq, mən informatika dərsinə girirəm, mən bilirəm ki, belə şeylər var. Bu şəkildə də amma yazma vərdişi yoxdur. Yəni bu artıq şey deyil. Yəni kreativlik deyil, bu artıq problem solving deyil, bu sadəcə əzbərdir. Yəni sadəcə yazma vərdişi və əzbərdir. Və hal-hazırda süni intellektin də uşaqları sürüklədiyi yol budur. Yəni əzbərə sürükləyir. Yəni ola bilər ki, uşağın çox şeydən anlayışı var, amma məsələn real yarışda gedib hansısa məsələni yazmağa gələndə yəni mənim kifayət qədər hallar olub ki, ev tapşırıqlarını daha aşağı şəkildə həll edən uşaqlar daha yaxşı ev tapşırığı yazan uşaqlardan daha yaxşı performans göstərə bilər. Bunun da səbəbi ondan ibarətdir ki, ola bilər ki, həmin o çox yaxşı ev tapşırığı yazan uşaqların bəziləri müəyyən fırıldaqlardan istifadə edirlər, ChatGPT-dən istifadə edirlər və s. Yəni o da onlara şey deyir, yəni xəbərlər olmadan onları məhv eləyir ki, bəs siz artıq beyninizi inkişaf elətdirmirsiniz. Yəni onlar beyinlərini bir növ istifadə eləmirlər də, yəni özlərini yormağa meylli deyil uşaqlar və sən əgər olimpiyadaçı olacaqsansa gələcəkdə sən gündəlik bir 6-8 saat aralığında vaxt ayırmağı bacarmalısan. Bu məsələn, əgər nə qədər vaxtın varsa da, yəni bir olimpiyadaçı məncə səhərdən axşama qədər vaxt ayırmağı bacarmalıdır və sonda da deməlidir ki, bəs mən yoruldum, mən nə bilim dərs oxudum. Yəni bu olimpiyada uşaq üçün bir hobbi kimi olmalıdır. Kod yazmaq bir hobbi kimi olmalıdır. Yəni məsələn bizim uşaqlara bu dəqiqə aşıladığımız şeydir. Yəni mən dərslərdə biraz uşaqlara daha çox müəllimdən çox dost kimi yanaşmağa çalışıram və yaxud da nə bilim bir qıraqdan bir yəni uşaqlarla bir söhbət eləyən bir nə bilim mənim yaşımda bir uşağa yəni mən özüm tələbəyəm də, yəni 6-7-ci sinifdə oxuyan uşaqla, yəni bir tələbənin söhbəti necə olmalıdırsa, yəni o şəkildə yanaşıram bəzən. Yəni müəllimdən daha çox mən uşaqlarla yanaşmağım məncə müəllim, yəni qıraqdan kimsə bizim söhbətimizə baxsa, böyük ehtimal deməz ki, bəs bu müəllim şagird yanaşmasıdır. Yəni mən deyirəm ki, döyülürsən, nə bilim uşağı gömürəm, eləyirəm, amma belə baxanda amma uşaqla, yəni uşağın da əslə xoşuna gələn budur məncə. Mən özüm də yəni bu tip, yəni hər iki tipli müəllimlərdən, yəni kifayət qədər indiyə qədər fərqli tipli müəllimlərdən dərs almışam və gördüyüm və razılaşdığım odur ki, müəllimlər daha çox uşaqlara nə qədər yaxın olsalar, nə qədər dostcasına rəftar eləsələr, o qədər də şey var, yəni bir o qədər effektiv olur uşaqlar üçün və uşaqlar biraz şey deyirlər, yəni inanırlar ki, bəs həqiqətən də belə eləməmək lazımdır da. Düzdür, mən kifayət qədər, bəzən olur ki, kifayət qədər sərt yanaşıram, yəni deyirəm ki, bəs belə olmaz. Yəni hətta elə dərs olub ki, mən dərsdən uşağı atmışam və həmin uşaq dərsə yenidən girməyib. Yəni o sərtliyə qədər qalxa bilirəm, amma yəni bunun da yəni birdən-birə baş vermir də. Yəni artıq bir neçə dəfə normal xəbərdarlıq, bir neçə dəfə sərt xəbərdarlıqdan sonra artıq uşaq yenə də öz bildiyini də davam elətdirmək istəyirsə, bu həmin dərsə girməyin heç bir faydası yoxdur uşaqlar. Yəni həmin uşaq üçün. Yəni ona görə bizim hal-hazırda məqsədimiz tuta bildiyimiz qədər həmin o ChatGPT-dir, nə bilim hər hansı bir
AI-dan köçürmələri tutub uşaqlara başa salmaqdır ki, bəs bu o deyil də, sən bundan qabağa gedə bilməzsən. Və faktiki yarışda yenə yazanmayacaq. Hə, yarışda yenə də gedib dərsi yenə ötürdün. Bir şəkildə Xızır müəllimi Rüfəti okey ötürdün və gedib sabah RFO-da yazanmayasan. RFO-da yazsan finalda yazanmayasan. Yəni elə bir nöqtədə sən ChatGPT istifadə şansın qırılacaq. Bir nöqtədə göstərir ki, sən həqiqətən də yəni özün öyrənməmisən də, sən bir yerdə ondan istifadə eləmisən və onunla bir yerdə gəlib çıxmısan bura və finalda ChatGPT olmayacaq sənin yanındakı və sən yazım göndərim ki, və sən bu məsələndə mən bu yerdə ilişmişəm, mənə kömək lazım. Mən deyirəm ki, cüzi köməyi belə ondan almayın. Yəni mən bu dəqiqə ChatGPT-dən bir dənə şey üçün istifadə etməyə icazə verirəm, o da tərcümədir yəni. O da ki, bəzi uşaqların ingilis dili səviyyəsi biz onu da düzəltməyə çalışırıq, onu düzəldəndə o da qadağan olacaq. Düzəltməyə çalışırıq, o da yaxşı tərcümə edə bilir. Yəni süni intellektlər bu dəqiqə kifayət qədər yaxşı tərcümə edir və onda bir dənə prompt vermişəm uşaqlara ki, bəs promptdan istifadə edib tərcümə üçün istifadə edə bilirsiniz. Yəni tərcümə elədiyə uşağı yəni şərti göndərəndə ChatGPT çox fayda vermək istəyir axı. Həmişə həlli verir. Həm götürür şeyliyir, tərcümə edirəm də deyir ki, bəs belə həll eləmək olar. Hə, lazımdır bu. Mən də promptu vermişəm ki, bəs şeydir də, yəni promptda yazmışam ki, qətiyyən həlli vermə, sadəcə tərcümə elə və promptla həlli şərti göndərdiyi zaman artıq süni intellekt onu başa düşür ki, sadəcə tərcüməni vermək lazımdır və kifayət qədər yaxşı tərcümə eləyir. İndi orada bir nöqtədə biz yəni süni intellekti, nə bilim, kompüterinizdə aç demirik. Yəni süni intellekt bu dəqiqə mən özüm də istifadə edirəm və bəzi yerlərdə kifayət qədər əslində şeydir, yəni faydalıdır. Yəni süni intellekti həyatımızdan tamamilə çıxara bilmərik, amma həyatımızda da faydalı ola biləcək yerlərdə tətbiq eləmək lazımdır. Bizi kütləşdirəcək yerlərdə yox. Yəni razıyam. Yəni beynimizin yerinə işlətmək lazımdır. Yəni beynimizin yerinə onu işlətdiyimiz zaman o bizi artıq kütləşdirir və sənin artıq gələcəkdə süni intellektdən bir fərqin yoxdur da. Yəni süni intellekt varsa və bu məsələni süni intellekt həll edə bilirsə, nəyə görə bizim sənə ehtiyacımız var? Daimən sənin yerinə başqa uşaq, yəni bir uşaq əgər ChatGPT ilə o yazırsa, mən ChatGPT-nin yerinə, yəni uşağın yerinə ChatGPT-ni götürüm də dərsə. Yəni nə dəxli var ki, bunun sən girib mən oradan gəlib ChatGPT-nə biz də soruşa bilirik də ChatGPT-dən. Eynən, yəni ona görə sanki mən özüm həllini bilməyib bundan soruşmuşam, da ChatGPT ilə mənə həll göndərir ki, bəs müəllim mən elədim. Yəni bu o deyil. Yəni məncə uşaqlar bunu dərsdə müəyyən qədər izah eləmişəm. Hansısa uşaq əgər buradan baxırsa yenə deyirəm ki, bəs bu o deyil də, yəni eləməyin, qətiyyən eləməyin. Xızırı toparlasaq mən istəyərdim ki, sən bizi izləyən müxtəlif siniflərdə olan şagirdlər və valideynləri üçün bir sürü məsləhət verdik, amma toparlasaq bir neçə nəyə fikir versinlər, bir neçə nə vacibdir, nəyin üstə qalsınlar deyə fikirlərini bölüşərdim və yavaş-yavaş sonlandırardıq. Okay. Yəni məsələ məncə az öncə qeyd eləmədiyim faktorlardan biri odur ki, uşağın həvəsi, yəni olimpiyadada ümumiyyətlə müəllimin rolu ola bilər ki, kifayət qədər önəmlidir. Amma ki, müəllimdən çox, yəni müəllim nə qədər belə maksimum özünü göstərsə belə orada 30% falandır müəllimin eləyə biləcəyi iş. Yəni 30%-dən sonra yerdə qalan 70-80% uşağın özünə qalan bir işdir. Və burada artıq uşağın özünə qalan dürüstlük olur olsun, uşağın özünə qalan həvəs olur olsun, motivasiya olur olsun. Yəni bunların hamısını artıq yəni olimpiyada 2 dənə əsas şey tələb eləyir. Biri həvəsdir, yəni maraq tələb eləyir. İkincisi isə disiplindir. Yəni əgər bir uşağın marağı varsa, disiplini yoxdursa, bu gedib yenə medal ala bilməyəcək. Alsa belə çox yuxarı levelə qədər gedib çata bilməyəcək. Və yaxud da ki, disiplini olub marağı olmayan bir uşaqdakı yenə də eləyəcək. Bezib eləyəcək. Yəni bezib eləyəcək də, marağı olmayacaq. Əgər bir uşağın olimpiyadaya marağı yoxdursa, düzdür, bunu adətən sınamamış bilmək olmur. Qıraqdan baxıb bunu bilmək məncə olmur. Yəni bir-iki aylığını ən azından sınamaq üçün qoya bilərsiniz ki, bəs şeydir də, yəni bu uşaq həqiqətən bunu bacarır, yoxsa necə alınır bu uşaqda bu? Yəni bizim gözləmədiyimiz uşaqlar var idi ki, kifayət qədər yaxşı yerlərə gəldi çıxdı və gözlədiyimiz uşaqlar var idi ki, yəni çox da bir yerə gəlib çıxa bilmədi. Yəni bu, yəni öncədən uşağın belə potensialına baxaraqdan bilinə biləcək bir şey deyil ki, bəs uşaq burada kifayət qədər yaxşı mı olacaq, yoxsa pis mi olacaq? Yəni işin içinə girəndə bunu bilmək olur. Ona görə yəni uşağın motivasiyası ola bilər olsun, amma işin içinə girəndən sonra görə bilər ki, bacarmır. Yəni potensialdan da çox şey asılıdır. Yəni əgər bir uşağın marağı varsa və potensialı varsa, görürsə ki, bu olimpiyada onda alınır. Mən düşünürəm ki, yəni bu dəqiqə yəni gedilə biləcək ən yaxşı yollardan biridir olimpiyada. Ümumiyyətlə olimpiyada, yəni olimpiyadanın uşaqlara olan xeyri haqqında biz səhərə qədər burada oturub danışa bilərik. Yəni bu bitməz. Yəni mən burada bəlkə bir
50-60%-ni qeyd edirəm və oturub sizlə söhbət eləsək, bəlkə bundan sonra bir 2-3 saat da yenə də danışıb qeyd edə biləcəyimiz kifayət qədər şey var, kifayət qədər bölüşə biləcəyimiz şeylər var, amma vaxtımız limitlidir deyə demək istədiyim odur ki, yəni əgər bir uşağın motivasiyası varsa və başladıqdan sonra alınırsa, sona qədər çox yaxşı bir şəkildə davam eləməsi lazımdır uşağın. Və alınmırsa da məcburən məncə valideynlər bunu uşaqları eləməməlidirlər ki, bəs sən zorla gedib olimpiyadaçı olmalısan. Yəni həyatda zorla olimpiyadaçı olmaq deyə bir şey yoxdur. Mən düşünmürəm ki, hər hansı bir olimpiyadaçı gəlib deyə bilər ki, mən qızıl alan, yəni bürünc alanlardan da soruşa bilərsiniz, amma qızıl alan və yaxud da komandaya düşən uşaqların, yəni gedib həm söhbət olursa zəmin uşaqlarla görə bilərsiniz ki, orada yəni əsas səbəb onları itələyən valideynləri və yaxud da müəllimləri yox, o uşaqların özləridir. Çünki o uşaqlar həqiqətən daha çox maraqlıdırlar yəni ona. Ona görə də yəni biz şey eləməliyik, yəni valideynlərin məncə əsas diqqət eləməli olduğu nüans bundan ibarətdir. Tələbələr, yəni şagirdlərə tövsiyəm ondan ibarətdir ki, bu dəqiqə yəni sonsuz sayda belə deyim, həm müəllim cəhətdən bu dəqiqə qıtlıq yoxdur. Yəni kifayət qədər müəllim var ki, ölkədə informatika olimpiadalarını hazırlaşdırır və kifayət qədər yaxşı müəllimlər var. Buradan o dostlarımıza da salamlar. Hər bir informatika olimpiadasını keçən bütün müəllimlərə də buradan salamımı bildirirəm. Yəni həmin müəllimlərlə gedib hazırlaşa bilərlər, məşğul ola bilərlər və müəllimlərdən savayı da ki, internetdə sonsuz sayda mənbə var. Yəni gedib istənilən mövzunu bir dəqiqə internetdən uşaq əgər çox yaxşı self-studies olan bir uşaq varsa, yəni gedib eləyə bilər. Bu arada onu deyim ki, yəni olimpiyadanın müəllimin təsiri bir yerə qədərdir. Yəni mən məsələn mənim eləyə biləcəyim maksimum şey uşaqları mənim səviyyəmə gətirməkdir və yaxud da nə bilim, ondan sonra mənim işim ancaq koçluq ola bilər ki, bəs uşaqlar həqiqətən düzgün şeylə, nədir bu, disiplinlə çalışırlar yoxsa yox. Yəni əgər biz yəni ölkədə olmayan bir produkt yetişdirmək istəyiriksə, burada artıq yəni ümumiyyətlə yəni çox yaxşı medal alan uşaqların özünə belə baxsaz, görə bilərsiniz ki, müəllim orada bir yerə qədər yəni bir yerdən sonra uşaq ayrılır, gedir. Bir yerdən sonra artıq uşağın müəllimə ehtiyacı qalmır. Artıq self-study öyrənir ki, necə inkişaf eləmək lazım olduğunu artıq bir yerdən sonra uşaq öyrənir. Yəni bu bəlli saytlar var ki, bəs həmin saytlardan istifadə edib uşaq özünü inkişaf elətdirə bilər. Bəlli, nə bilim. Onların bir neçəsini biz qoyarıq. Qeydiyyat bölməsinə komandamız qoyarıq. Qeydiyyat aşağıdan elə məlumat bölməsinə qoyacağıq. Eynən, qoya bilərik ki, bəs hansılar yaxşıdır ki, bəs orada məsələn özlərinin uşaqlarını inkişaf elətdirə bilərlər və s. Yəni mövzu deyil. Mövzu odur ki, bəs uşaqlar onları bildikdən sonra ki, bəs nədən istifadə etmək lazımdır, necə istifadə etmək lazımdır, artıq özü müəllim olmadan sərbəst bir şəkildə özünü inkişaf elətdirə bilir. Sadəcə olaraq orada artıq uşağın düzgün bir şəkildə inkişaf eləyə bilib-bilmədiyi məsələsi var. Yəni əgər uşaq başa düşürsə ki, məsələn ChatGPT-dən istifadə eləməmək lazımdır, bunu gedib artıq yəni o dərrakəyə gəlib çatandan sonra bir-iki dəfə qızıl alandan sonra uşaq başa düşəcək ki, necə inkişaf eləmək lazımdır. Ondan sonra artıq uşağın özü belə kifayət qədər artıra bilir. Sadəcə orada zaman məsələsi var ki, bəs yəni mənə oxşamamalıdırlar orada. Yəni mənə oxşamamalıdırlar dediyim, yəni ingilis dilindən falan, yəni burada paralel aparmaq da önəmlidir. Yəni əgər kimsə xaricdə oxumaq istəyirsə, bunu aşağı yaşlardan bir yerdə aparmaq, yəni məncə önəmlidir. Yəni həm olimpiyadaçısansa, ingilis dilində aşağıdan yavaş-yavaş inkişaf elətdirmək məncə çox önəmli faktorlardan biridir. Yəni mənim məsələn elədiyim səhvlərdən biri budur ki, mən olimpiyadanı çox yaxşı inkişaf elətdirdim, amma sonda gəldim ingilis dili mənə yəni birdən-birə ingilis dilini inkişaf elətdirməli oldu və o da elə bir şeydir ki, o da zaman tələb eləyir və orada artıq mən olimpiyadada bəlkə də mən gedib IOI-dan medal ala bilərdim bəlkə, amma mən artıq 11-ci sinifdə mən olimpiyadaya vaxt ayıra bilmədim. Yəni IOI-yə mən sadəcə 2-3 ay hazırlaşdım. Əksər hallarda, əksər şagirdlərdə bunu görə bilirik ki, bir tərəfdə sıxıntı yaşanır. Yəni onu məncə paralel aparmaq lazımdır və uşağı sıxmamaq lazımdır. Məncə aşağı siniflərdə uşağın daha çox məqsədi, məsələn, olimpiyadaçı olacaqsa, olimpiyadaya hazırlaşmaqdır. Amma məsələn, paralelində bir dənə General English dərsi götürə bilər ki, ingilis dilini get-gedə inkişaf elətdirsin və yaxşı ingilis dili olan uşaqların da adətən yəni SAT, IELTS kimi imtahanları alması üçün məncə 6 ay falan maksimum kifayət edir. Yəni 6-8 ay kifayət edir. Eynən, yəni və bunu da ki 10-cu, 11-ci siniflərdə paralel bir şəkildə özünü çox yormadan uşaqlar eləyə bilirlər. Dil səviyyəsi yaxşıdırsa, riyaziyyat yaxşıdırsa, yəni orada foundation çox önəmlidir məncə. Yəni o
qeyd elədiyim kimi də bir neçə əsas məqam var. Biri uşağın disiplini və çalışma, yəni motivasiyası. İkinci, əgər xaricdə oxumaq istəyirsə, öncədən ingilis dilini inkişaf elətdirməyə başlamalıdır uşaqlar. Yəni eyni həm olimpiyadanın paralelində, amma valideynlər məncə burada şeyə də diqqət eləməlidir ki, mən düşünürəm ki, uşaqları 6-7-ci sinifdə məsələn çox ingilis dilindən sıxmaq da bir yaxşı bir üsul deyil. Yəni məsələn birdən-birə nə bilim bəzi valideynlər var ki, məsələn düşünür ki, məsələn uşağı SAT-yə məsələn 8-ci sinifdən başlasa 11-ci sinifə gedib 1560 falan yığar. Yəni bu o deyil axı. Yəni və baxanda görünür ki, 1500 ilə 1560 arasında düzdür fərq çox böyükdür, amma universitetlərin yaxşı olimpiyada background olduğu zaman məncə çox da fərq qoymurlar. Yəni 1500 ilə 1560. O medal bir çox şeyi əhatə eləyir. Yəni olimpiyada medalı çox bir şeyi əhatə eləyir. Yəni ona görə aşağı yaşlarda məncə uşağın fokuslanmalı olduğu şey daha çox olimpiada tərəfdən və yaxud da nə bilim, indi təkcə yol olimpiada deyil də, bəzi uşaqlar var startapla gedir, layihə, araşdırma. İndi çox yollar var ki, uşaqlar gedirlər o yöndə özünü inkişaf elətdirirlər və hərənin yaxşı olduğu bir yeri var və mən düşünürəm ki, uşaqlar daha çox özlərini yaxşı olduqları yerdə inkişaf elətdirməlidirlər aşağı yaşlarda və yuxarı yaşa çatanda da yəni, o ilə paraleldə də ingilis dilini inkişaf elətdirməlidirlər ki, siz əgər gələcəkdə yəni xaricdə oxumaq istəyirsinizsə, bu məncə önəmlidir. Yəni gecikməmək lazımdır. Gecikəndə problemlər çoxalır, yəni təəssüf ki. Çətinləşir olaylar. Həyat çətinləşir. Təşəkkür edirəm Xızrı. Artıq çox geniş həm bizim tələbəmiz olaraq kiçik yaşlardan gəldiyin yol, həm də artıq bir universitet tələbəsi və paralel olaraq bizdə çalışan bir müəllim həmkarımız olaraq təcrübəmizi bölüşdün. Çox təşəkkür edirəm sənə. Ümid edirəm ki, izləyənlərə faydalı olar və sən artıq bu veriliş çıxan vaxtı ümid eləyək ki, dövlət proqramına müsbət cavab alarsan və artıq İngiltərə ilə bağlı xəbərini paylaşarıq. İnşallah mənim, inşallah. İnşallah çox xeyirli xoş oldu mənim üçün də. Təşəkkür edirəm. Xoş günlər. Çox sağ olun.